Salam uşaqlar. Salam müəllim. Əyləşin. Bugün sizlə maraqlı bir oyunumuz var. Oyunumuzun adı Tap Görəkdir. Deməli, gördüyünüz kimi bizim burada bir dənə qutumuz var. Qutunun içərisində keçdiyimiz mövzuya aid başlıqlar yerləşir. Bura gələn şagird qutuya baxır. Tutaq ki, deyim ki, baxır ağırlıq qüvvəsini çıxır. Həmin uşaq ağırlıq qüvvəsinin adını çəkmədən ağırlıq qüvvəsinə aid ipuçları verməyə başlayır. Tutaq ki, məsəl üçün deyim, nə deyim? Məsəl üçün deyim ki, cəzb edən qüvvədir, havada olur, suda olur. Amma ağırlıq qüvvəsinin adını çəkmədən, Arximed qüvvəsinin adını çəkmədən ona aid ipuçları verməlisiniz ki, yoldaşlarınız sizin verdiyiniz ipucuya uyğun olaraq sualınızın cavabını tapsın. Aydın oldu sizə? Başa düşməyən varsa desin, bir də izah edin. Gəlirik bura, tutaq ki, çıxır burada kif göbələyi. Kif göbələyinin adını demədən harda yaşadığını, nəyi törətdiyini, necə quruluşda olduğu haqqında məlumat verə bilərsiniz. Amma kif göbələyinin adını çəkə bilməzsiniz. Adını çəkən uşaq nə etmiş olur? Oyundan kənarlaşmış olur. Hər birimiz aydın oldu? Yaxşı. O zaman kim gəlmək istəyir? Kim gəlmək istəyir? Aha, Gülay'a görək qızım. Gəl birinci bax görək. Amma adını demirsən, yaxşı? Özün yadında saxla. Hə. Heç götürmə, orada saxla. Sadəcə bax. Gördün? Bax, bildin nədir? Aha, yaxşı. Bu qüvvə cismin Aha. cismin ağırlığını bildirir. Gülay'a cavab verdi. Deməli, belə deyə bilərdin Gülay. Bu qüvvənin bir növüdür. Aha, o zaman uşaqlar da deyəndə hansı qüvvə? Qüvvənin bir növüdür. Qüvvənin adını çəkərsiniz. Məsəl üçün, hansı qüvvələri tanıyırıq? Cazibə, tarazlaşan, tarazlaşmayan. Yaxşı, o zaman Gülay, sən indi başda bu qüvvələrin bir neçəsinin adını çəkdilər. İndi məsəl üçün, sənin gördüyün qüvvə, indi artıq da keçdi, izah edirəm yoldaşların üçün. Ağırlıq qüvvəsidir. Ağırlıq qüvvəsinə aid necə ipucu verə bilərdik biz? Cismi yer tərəfdən cəzb edən qüvvədir, həmişə aşağı yönəlir. Aydındır? Aha, yaxşı. Keçəklər, Gülay. Kim gəlmək istəyir başqa? Gəl görək Nuray. İndi ağırlıq qüvvəsini götürmüşdün, hə? Onu qoyaq kənara. Onu qoyaq artıq boyunanlıqdır. İndi növbəti. Yaxşı. Gördün? Oxudun? Aha, bildin? Sadəcə mikroskop altında görə bilərik. Bəli, afərin sizə. Keç əyləş Nuray. Bəli, onu götür. Kim gəlir? Gəl görək Qadir. Gördün Qadir? Baxaq görək nədir bu? Aha, əla. Belə bir qüvvə, bu Qüvvə növüdür. Aha. Ağırlıq qüvvəsi onun aşağıda olur. Cazibə qüvvəsi. Düz dedilər? Bəli, Arximed qüvvəsi. Aha. Kim gəlir? Hüseyin gəlmək istəyirsən? Gəl görək. Hə. Bildin? Oxuya bildin? Aha. İndi məlumat ver. Nə olduğunu haqqında birinci məlumat ver. Bu ən birinci ağırdır və ondan sonra da hüceyrələrə başlayır. Yox, harda olur? O nəyin tərkibində olur? Ondan ipucu ver bizə. Hansı orqanlar sisteminə aiddir? Yaxşı, belədir. Aha. Qan damar sisteminə aid bir orqandır. Aha. Qan damar sisteminə aiddir. Nə ola bilər qan damar sisteminə aid uşaqlar? Aha. Hamınız fikirlərinizi səsləndirə bilərsiniz. Ürək, damarlar, qan. Aha. Yaxşı, səsləndirdilər. Yaxşı, indi Hüseyin, tam da cavab verən olmayıb. Düzdürmü hələ ki? İndi biraz daha ipucu ver. Bax, o hansı işi yerinə yetirir bədəndə? Niyə həyəcanlanma? Niyə həyəcanlanır? Burada həm əylənirik, həm öyrənirik. Həyəcanlanasa heç nə yoxdur. Bir də bax ona. Aha, bir də bax. Yadına sal gör o nə işi yerinə yetirirdi bədənimizdə. Neyinirdi? Qanları müəllim. Aha. Yox. Yox. Bu bir damar növü deyil əslində, düzdürmü? Damar növü deyil. Qanın tərkibinə daxildir. Qanın tərkibinə daxildir. Yox. Qan hüceyrələrinə aiddir. Yaxşı, biraz daha ipucu verək. Daha əyləncəli olsun. Bəs yaxşı Hüseyin, bu qanın bərk hissəsinə aiddir, yoxsa maye hissəsinə aiddir? Mayedir. Plazma deyil, yox. Hansı hissəsinə aiddir Hüseyin?
Bərk hissəsinə, bərk hissələrinə. Düz dedilər. Hüseyin düz deyən var. Bəli, afərin. Gəlin alqışlayaq Hüseyini. Düz dediniz də, afərin, bilirəm dediniz. Qoy ora gəl. Kim gəlmək istəyir? Kim gəlmək istəyir? Qadir gəlmədin sən. Fidangə görək. Baxaq əvvəlcə. Əla. Birinci hansı orqanlar sisteminə aid olduğunu deyə də bilərsən, amma desən tez tapacaqlar. Biraz fərqli yollarla, dolayı yollarla get. Bu bizim bədənimizdə əsasdır. Əsas orqanlardan biridir. İndi bax, bir neçə səsləndirmə oldu Fidan. İndi bir dənə də ipucu ver, uşaqlar bu səsləndirmələrdən birini dəqiqləşdirsinlər. Sən indi formasını deyə bilərsən, hansı boşluqda yerləşdiyini deyə bilərsən, neçə ədəd olduğunu deyə bilərsən məsələn. Bəli, ağciyər, düzdür, əyləşin. Gəl görək bəsdir. Hə, göz baxaq görək bəsdir nədir, sakit. Aha, bildiyi bəsdir. Aha. Bu bir qüvvə növüdür. Qüvvə növüdür, aha. Bu bir qüvvə növüdür. Bu yalnızca yerdə, yer kürəsində deyil, ayda, Marsda, Günəşdə. Bəli, afərin sizə uşaqlar. Yaxşı, çox sağ ol bəsdir. Ətraflı məlumat verdiyin üçün. Keç əyləş. Gəl görək Kənan. Uşaqlar, qışqırmayaq ki, qoyun da səsküy olmasın. Yaxşı. Baxaq görək Kənan baxdın. Əla. Aha. Damar növüdür, amma damarlar ən kiçik damar növüdür. Afərin sizə. Afərin sizə. Keç əyləş. Hə, gəl görək ay İlkin. Gəl görək balam. Götürdün oradan cazibəni. Aha. Hə, kapilyarı götür, kapilyarı bayaq Kənan oynamışdı. Kənan. Aha. Hə, oxuya bildin? Oxudun, hansı oldu? Bildin? Tamam. Bu qan hüceyrələrinə aiddir və Kifayətdir. Qırmızı qan, deməli qan hüceyrələrinə aiddir. 3 dənəsini tanıyırıq. Qırmızı, ağ, bir də qan lövhəcik. Üçündən biridir. Gəl əyləş Fərid. Qırmızı qan. Aha, yaxşı, bax, İlkin. Əyləşin aşağı. Yoldaşların səsləndirdi. Dedin ki, qan hüceyrəsidir və biz də bildik ki, neçə dənə qan hüceyrəsi var? 3 dənə. Qan. Yaxşı. Qanımızın. Yox. Yaxşı, deməli, dedik ki, bir qan hüceyrəsidir. Siz də saydınız. Ağ qan, qırmızı qan və qan lövhəcik. İndi yaxşı, gəlin görək bunlar hansıdır? Bir ipucumuzu da ver görək İlkin. bir yer yaranlamanda olmuş olur. Yox, İlkin sən özün uşaqları çaşdırırsan, düzgün ipucu ver. Tərkibində nə var? Əyləşin. Yox, əyləşin. İlkin sən belə deyə bilərsən. Tərkibində onun nə var? Onu desən tapacaqlar. Tərkibində nə var? Nəyi daşıyır o? Onu deyə bilərsən. Köməkli yedim. Gəl bura deyim qulağına, sən də uşaqlara səsləndir. Oksigen daşıyır. Oksigen daşıyan qan hansıydı? Bəli, afərin sizə. Əyləş. Alqışlayaq İlkini də. Kim gəlmək istəyir? Yox, gələnlər Aydan gəlsin. Gələnlər, gəlməyən yoldaşlarınız gəlsin. Vaxt qalarsa yenidən gələrsiniz. Baxaq, onu götür. İlkin götürmüşdü onu. Hə. O kənara. Salam. Baxaq görək. Aydan nəyi gördü? Gördün Aydan? Aha. Bu tənəffüs sistemində. Tənəffüs sistemində olur. Hamı səsləndirə bilər. Ağciyər indi dedikdə başqa tənəffüs sistemi orqanı tanımırıq. Nəfəs borusu. Niyə qışqırırsan? Eşidirəm də uşaqlar, mən sizi eşidirəm. Səsləndirək, fikirlərimizi səsləndirək, amma qışqırmadan ki, digər yoldaşlarınızınkində eşidim. Deməli, bax, səsləndi. Ağciyər dedik, qırtlaq dedik, alveol dedik, nəfəs borusu dedik. Sonra hansı tənəffüs orqanı tanıyırıq? Bronxlar, bronxiyollar, burun boşluğu. Deməli, bunlardan hər hansı biri ola bilər, düzdürmü? İndi gəlin görək, Ayda, növbəti ipucunu verək görək.
Bu nə deyə bilərik bu haqqda? Harda yerləşdiyini deyə bilərik məsələn. Və ya nə işi yerinə yetirdiyini deyə bilərik. Mən dedik ki, biz tənəffüs sisteminə aiddir. Aha. Tənəffüs daşıyır məni. Nə? Aha, nəyi daşıyır və yaxud nədə iştirak edir deyə bilərsən? Sən qanda olur mənim. Aha, qanla əlaqəlidir. Qan damarları ilə əlaqəlidir. Yox, qulaq asın uşaqlar. Biz dedik axı ki, bu tənəffüs sistemi orqanıdır. Oksigen tənəffüs sistemi orqanıdır ki, oksigen bir qazdır. Bu deyir ki, bu elə bir tənəffüs sisteminə aid orqandır ki, bayaq saydıqlarımız ki var. Burun boşluğundan düz ən sonda alveollara qədər. Düzdürmü? Bu elə bir tənəffüs sistemi orqanıdır ki, birbaşa qan damarları ilə əlaqəlidir. Alveollar. Bəli, hansı oldu? Alveollar. Alqışlayaq yoldaşlarınızı. Kim gəlir? Kim gəlmək istəyir? Bu sıradan kim gəlmək istəyir? Gəlin ay uşaqlar, əylənərək öyrənir. Gəl görək Səma. Səma Nuray bağışla. Nuray gəl. Onu götürdük. Qırmızı qanı götür. Alveolu götür bağışla. Alveolu götür. Qəşəng. Gör nə maraqlı mövzu gəldi sənə. Bax. Məsələn, hansı orqanlar sisteminə aid olduğunu deyə bilərsən. Hansı orqanlar sisteminə aiddir? Köməklik edim sənə. Hə? Gəl köməklik edəcəm. Hə, buyur görək. Döş boşluğunda yerlər. Döş boşluğunda yerlər. İndi qulaq asa. Sakin. Döş boşluğunda tək ürək yerləşir. Oturun. Ürək də ola bilər, ağciyər də ola bilər. Qulaq asa. Qulaq asın. Niyə 2 dəfə çıxa bilər? 2 dəfə də çıxa bilər. Qulaq asa. Bax, döş boşluğunda ürək də yerləşə bilər, ağciyər də yerləşə bilər. Düzdürmü? Siz 2 dənə belə deyək, fikrin içində səsləndirdiniz. İndi Nuray elə bir söz desin ki, yox, əyləş. O döş boşluğunda yerləşir balam. İndi Nuray, ona aid elə bir söz de ki, uşaqlar bunun ürək və ya ağciyər olduğunu tapsın. Məsəl üçün, neçə hissədən ibarət olduğunu deyə bilərsən. Aha, 4 hissədən. Aferin. Neçə hissədən ibarət idi qızım? Neçə hissədən ibarət idi? Hansılar idi deyə bilərsən? Bəli. 2 mədəcikdən, 2 qulaqçıqdan. Aferin. Alqışlayaq yoldaşımızı. Hə, Fəridim gəlsin görək. Gələrsən, Musa sən də gələ. Hamınız gələsiniz. Gələcəksə, Mehman da gələcək. Hə, Fərid, bax, bilirsən də oyunun qaydasın. Adını çəkmirsən. Elə bir şey deyirsən ki, uşaqlar onu tapır. Məsəl üçün, hansı orqanlar sisteminə aid olduğunu bilirsən onun? Aysa, onu səsləndir. Hə. Hansı orqanlar sisteminə aiddir o? Yox, birbaşa adını dedin. Fərid birbaşa adını dedi. Yaxşı, Fərid, onu götür, başqasına bax. Tanrı baxdın? Aha, indi nələrə aid olduğunu de, amma adını çəkmədən. Hə. Göbələklərə aid bir bitkidir. Belə daha doğrusu bir növdür. Qışqırmayaq. Bir səsləndirin. Bax, səsləndirirəm. Sən nə fikirləşirsən? Göbələk dedi. Hansı göbələk növünü tanıyırsan? Qov. Çift göbələk. Maya göbələyi, qov göbələyi, çift göbələyi. Uşaqlar. Bax, göbələklər dedi. Hansı göbələkləri tanıyırsan? Qov. Qışqırmayaq, sıra ilə gəlirəm hamımıza. Hə, hansı göbələkləri tanıyırıq? Maya, qov göbələyi. Qulaq asaq. Sən hansı göbələyi tanıyırsan? Çift göbələk. Sən hansını? Çift. Sonra Eton, göbələk. Hə, hansı göbələkləri tanıyırıq? Maya. Çift göbələkləri. Sonra Qov göbələyi. qov göbələyi. Başqa hansı göbələkləri tanıyırıq? Yaxşı, indi saydıq. Çift göbələyi var, maya göbələyi var, qov göbələyi var və papaqlı göbələklər var. Hə, hansı ola bilər Fərid bunlardan? Maya göbələyidir. Gəlin Fəridi alqışlayaq. Gəl əyləş. Mehman gəlsin, görün Mehman. Mehman gəl. Mayanı götürək. Görək nə gəlir. Aha, qoy yeri, qaldırma. Bu sənin sualındır. Tanıdın? Bildin nə olduğunu? Bildin, nələrə aiddir deyə bilərsən. Məsələn, bu bir nə növüdür? Gəl köməklik edim sənə. Bu bir qüvvənin. İndi qışqırmadan sıra ilə gəlirəm yanınıza. Hər öz fikrini səsləndirsin. Məsələn üçün, uşaq, kitabları ortaya xahiş edirəm. Tez cığallıq eləməyin. Kitabı ört. Məsələn, ağırlıq qüvvəsi sən fikirləşsən. Sonra gəlirəm. Hansı sürtünmə qüvvəsi? Sonra hansı qüvvələri tanıyırıq?
Arximet qüvvəsi. Sonra hansı qüvvələri tanıyırıq uşaqlar? Tarazlaşan, tarazlaşmayan. Sonra Arximet, sonra indi dedik də, sakit, hə. Hansı qüvvələri tanıyırıq? Cazibə, Arximet qüvvəsi, tarazlaşan, tarazlaşmayan. Siz hansı qüvvələri tanıyırsınız? Arximet, sürtünmə. Deməli, gəlin qüvvələri təkrar edək. Keçdiyimiz qüvvələr bunlardır. Ağırlıq, Arximet, sürtünmə, tarazlaşan, tarazlaşmayan. İndi sualımızın cavabı bunlardan biridir. Düzdürmü? İndi gəlin görək Mehman bizə hansı ipucunu verəcək ki, görək o qüvvə hansı qüvvədir. Məsələn, hərəkət istiqamətini deyə bilərsən hara yönəldiyini. Hara yönəlirdi o? Həmişə hərəkətin nəyinə yönəlirdi? Hara yönəlirdi? Aha, yox, belə deyək də. O artanda nə azalırdı? Bəli. O artanda hərəkət qulaq asaq. Qoyun Mehman özü köməklik eləsin sizə. Mehman, səncə o qüvvə hərəkətin aşağısına yönəlirdi, yoxsa əksinə yönəlirdi? Əksinə yönələn hansıdır? Sürtünmə qüvvəsi, bəli. Deməli, hərəkətin əksinə yönələn qüvvə hansıydı? Sürtünmə. Gəlin Mehman alqışlayaq. Gəl. Kim gəlmək? Musa, gəl görün balam. Qış. Biraz yavaş uşaqlar. Biraz yavaş. Hə, görünən maraqlıdır, ay Musa. Bildik. Aha. Hə, nə növü olduğunu deyə bilərsən. Göbələk növüdür. Yenə qışqırmadan. Çift göbələk. Maya göbələk. Papaqlı göbələk. Aha. Çift göbələk. Yaxşı da, qurtardıq. Qulaq asaq. Deməli, səsləndirdiniz. Bu bir göbələk növüdür. Bəli. Səsləndirdik mayadır, çiftdir, qovdur, papaqlı göbələkdir. Hətta bir neçə növləri var, keçəcəm bunu sizə. İndi ay Musa, bizə bir dənə də ipucu deyə uşaqlar onu tapsın. Məsəl üçün bu harda olur deyə bilərsən? Köməklik edim, yadına salım harda olduğunu. Harda olur? Harda rast gəlinir məsəl üçün? Dəmirdə olar səncə göbələk? Harda ola bilər? Gəl köməklik edim sənə. Harda olur? Göbələk, bəli. Alqışlayaq Musanı. Deməli, kim gəlmək istəyir? Səid gəlsin, görək Səid. Gəlməyənlər gəlsin əvvəlcə. Ondan sonra götürdük qov göbələ. Əla. Qoy yerə, qoy yerə. Aha. Bir qüvvə növüdür. Tamam. Ağırlıq. Tarazlaşan, tarazlaşma. Sonra Arximet. Tamam. Fikirlərimizi səsləndirdik. İndi Səid bizə elə bir ipucu desin ki, misalla göstərə bilər ona. Uşaqlar bu qüvvənin hansı qüvvə olduğunu tapsın. Məsəl üçün, misal göstərə bilərik. Və yaxud da ki, ona nümunə var idi. Bir yarış da var idi hətta. Hansı idi? Köməklik edim. Köməklik edim. İp çəkmə yarışında bu qüvvə olacaq. Düzdür. Tarazlaşan, tarazlaşmayan. Biz demişdik ki, ip çəkmə yarışında hər iki tərəfdə qüvvənin ədədi qiyməti eyni, istiqaməti fərqli idisə, bu tarazlaşan idi, tarazlaşmayan idi. Tarazlaşan. Bəs ədədi qiymətləri fərqli, istiqaməti fərqli, tarazlaşmayan idi. Düzdür. Gəlin Səidi də alqışlayaq. Yaxşı. Kim gəlmək istəyir? Gəlməyənlərdən. Kim gəlmək istəyir? Aytaç, niyə gəlmək istəmirsən? Gəl görmə Aytaç. Aytaç gəlsin. Hamı gələcək, deyil mi? Elə çıxmamışdın sən? Sən də çıxmamışdın? Yaxşı. Hə. Gördün Aytaç? Aha. Səsləndirək görək Aytaç. Qan damarlarının bir növüdür. Arteriya. Sonra kapilya. O zaman gəl ümumiləşdirək. Aytaç, qulaq asaq. Aytaç, qan damarlarımızın neçə növünü tanıyırıq? Hansıdır qızım? Ay balam, sakit. Hansıdır? Arteriya, vena, kapilya. İndi elə bir ipucu ver ki, uşaqlar tapsın ki, bu hansı damardır? Üçündən biridir, düzdür. Düz istiqamətləndirmirsən. Məsəl üçün, necə qanı daşıdığını deyə bilərsən və ya ölçüsünü deyə bilərsən. Yo, Aytaç sizi çaşdırır. Ən böyük damar deyil. Ən böyük damar deyil. İndi qoy növbəti ipucumuzu.
Yəni necə gəl bırax sual qulağını köməklədim sənə. Hə. Qanı ürəyə gətirən. Bəli, bəli, afərin. Deməli biz demişdik ki, qanı ürəyə gətirən damar nədir? Ürəkdən çıxardan nədir? Arteriya və ven arasında əlaqə yaradan. Kapillar, düzdür. Gəlin Aytacı da alqışlayaq. Gəl. Eliyanə gəl görün. Hə, deməli Eliyanə gəldi. Eliyanə bax görək, sənə nə düşdü? Oxuya bildin? Aha, hansı orqanlar sisteminə aiddir? Birinci onu deyə bilərsən. Hansı orqanlar sisteminə aiddir? Yox, tənəffüs orqanlar sistemidir. Aha, tənəffüs sisteminə aiddir. Tənəffüs borusuna təkcə qırtlaq daxildir. Qışqırmayaq da. Sıra ilə gəlirəm. Tənəffüs orqanlarını sayaq. Kitabları örtək. Tənəffüs sakit. Hansı tənəffüs orqanını tanıyırsan? Birinin adını çək. Nəfəs borusu. Sonra qırtlaq. Sonra başqa tənəffüs sisteminə. Başqa tənəffüs orqanlarını tanımırıq. Sonra ağciyərlər, sonra burun boşluğu, bronxiyollar, bronxlar, nəfəs borusu, tənəffüs sistemi deyirəm, qadir. Traxeya, sonra burun boşluğu, ağciyərlər, qırtlaq, sonra alveollar, bəli. Mələk idi də adı, yoxsa? Nuray, Nuray. Sən hansı tənəffüs orqanı tanıyırsan qızım? Aha. Nəfəs alır. Hardan alırıq nəfəsi Nuray? Hardan alırıq nəfəsi? Burun boşluğu. Deməli tənəffüs orqanlarından biri nədir? Burun boşluğudur. Ayxan hansı tənəffüs orqanını tanıyırsan? Ağciyər, düzdür. Hüseyin xan sən hansını tanıyırsan? Qırtlaq, düzdür. Ay Erton, sən hansı tənəffüs orqanını tanıyırsan balam? Nəfəsi hardan alırıq Erton? Burun boşluğu, bəli. Deməli tənəffüs orqanımızın birinin adı nədir? Burun boşluğu. İndi səsləndirdik, düzdürmü? İndi Eliyanə, burada nə yerləşdiyini desən uşaqlar tapacaqlar hansı tənəffüs orqanı olduğunu. Nə yerləşirdi orada? Nə yerləşirdi? Nə yerləşir? Yox, yox, adını demək olmasa. Səs telləri yerləşir. Səs telləri harada yerləşir? Qırtlaqda, bəli. Demişdik ki, qırtlaqda səs tellərimiz yerləşir. Səs tellərinin hərəkəti nəticəsində nə əmələ gəlirdi? Səs əmələ gəlirdi. Diş, dil sayəsində də o səslər nəyə çevrilirdi? Sözlərə çevrilirdi. Eliyanəni alqışlayaq. Aytaç gəlsin, o bir saytaç. Yaxşı, Aytaç baxdın qızım. Gözlə bir də baxaq, görək nədir? Əla. Aytaç buyur görək, ipucu bədən boşluqlarına aiddir. Hansı boşluqları tanıyırıq? Döş boşluğu, sonra hansı burun boşluğu, kəllə boşluğu, sonra döş boşluğu. Elə 3 dənə boşluq tanıyırıq biz. Ağız boşluğu, kəllə, burun boşluğu, qarın boşluğu, sonra hansı boşluqları tanıyırıq qızlarım? Ağız boşluğu, düzdür. Sonra qızım, Səma hansı boşluq dedi? Burun boşluğu dedi. Kəllə boşluğu dedi. Deməli, gəlin bir təkrar edək. Aytaç bir özü boşluqları saysın, bizə hansı boşluqları tanıyır? Yox, onu yox. Ümumi bədən boşluqlarını say, hansı boşluqları tanıyırsan? Göz boşluğu. Ay, sağ ol. Aha. Kəllə boşluğu. Aha. Kəllə boşluğu, burun boşluğu, Qulaq asaq. Mədə boşluğu olmur, qarın boşluğu ola bilər. qarın boşluğu, döş boşluğu. Aha, bəli. Sonra ağız boşluğu, burun boşluğu, kəllə boşluğu, döş boşluğu, qarın boşluğu. Bunlar hamısı nə oldu? Bədənimizdə olan boşluqlar. Bunlarda nə yerləşdi? Orqanlar. İndi sən orada yerləşən orqanın adını deyə bilərsən ki, bu orqanlar yerləşir, uşaqlar tapsın. Yaxşı? O boşluqda nə? Ürəklər yerləşir. Ürək və ağciyər yerləşir. Hansı boşluqdur? Döş boşluğudur. Bəli, afərin. Gəlin alqışlayaq Aytacı. Hə, Bətül baxdın? Demə, adını dedin, dəyişik. Bətül baxdın? Deməli, bu oldu, hə? Hə. İndi buna aid ipucu ver. Tənəffüs orqanlarına aiddir. Burun ola bilər. Yox, qulaq asın. Ağız nə vaxtdan bizim tənəffüs orqanlarımıza aid olur? Tənəffüs orqanı deyirik uşaq. Qışqırmadan da. Tamam. Deməli, tənəffüs orqanlarımıza aid yenə növbəti bir orqandır. İndi Bətül, deyə bilərsən, məsəl üçün, hansı boşluqda o yerləşdiyini deyə bilərsən? Hansı boşluqda yerləşir o tənəffüs orqanı? Hansı boşluqda yerləşir?
Mən deyim, sən belə deyə də hansı orqanlarla eyni boşluqda yerləşdiyini deyə bilərsən. Aha, bax, gəl kömək. Yaxşı Aybətül, deyə bilərsən hansı boşluqda yerləşir? Hüseyn, səs. Döş boşluğunda yerləşir. İndi bir şey deyim sizə. Yox, uşaqlar, tənəffüs orqanlardan söhbət gedir. Yaxşı, ay Hüseyn. Döş boşluğunda bir ağciyər yerləşir, bir də traxeya. İndi gəlin görək bunun hansı ola bilər? Bir dənə də ipucu versək, tapa bilərik. Sayını deyə bilərsən. Məsələn, o neçə ədəddir? O neçə ədəddir? Bax, gör ona. Ona neçə ədəd var? Neçə ədəddir? Bir ədəddir. Bir ədəd olan nədir? Döş boşluğuna yerləşir. Bəli. Ay uşaqlar, niyə çaşıraq? Ürək 4 hissədən ibarətdir. Bir də ki, ürəyimiz axı tənəffüs orqanımıza aid deyil. Qan damar sisteminə aiddir. Bizim yoldaşımız əvvəlcə sizə nə dedi? Ağciyər bir ədəddir. 2 ədəddir. Traxeyalar. Bir adı nədir? Nəfəs borusu. Bəli, nəfəs borusu oldu. Alqışlayaq Bətülü də. Keçəklər. Hə, deməli Elton gəldi. Eltona gözləyir. Hə, Elton. Qan damar Sisteminə aiddir. Bəli. Qan damar. İndi qoy mən də baxım. Qan damar sisteminə aiddir. Aha. Qan damar sisteminə nələr daxildir? Qışqırmadan, yavaşca deyək. Arteriya ola bilər, damarlar ola bilər. Deməli, qan damar sisteminə ürək, damar, bir də qan daxildir. İndi bunun üçündən biri olar, düzdürmü? Elton indi bir dənə də bizə ipucu versin tapaq. Məsələn, sayını deyə bilərik, neçə hissədən ibarət olduğunu deyə bilərik. Neçə hissədən ibarət idi, yadında qalıb. Yaxşı, hansı boşluqda yerləşirdi, bilirdik. Harada yerləşdiyini göstərə bilərsən bizə? Bilirsən, harada yerləşir Elton? Mənə bax, balam. Bilirsən, yadına sal. Ora şəkilə bax, gör hansı orqandır. Hə, oxuma, adını oxuma. Yaxşı, gəl belə eləyək. Hə, ağciyərlərlə bir yerdə yerləşir. Bəli, ağciyərlə eyni yerdə yerləşən nədir? Ürək. Bəli. Afərin, gəlin Elton alqışlayaq.